Pambıq kimi yumuşaq, günlərlə bayatlamayan, gəzintiyə, piknikə özünüzlə rahatlıqla apara biləcəyiniz ən ləzzətli piraşki reseptidir. Piraşkilərinizin içərisinin yaxşı bişməsi, belə toppuş alınması və hamısının eyni boyda olması üçün bu videoya diqqətlə baxın. Un, şəkər tozu, maya və yarı stəkan ilıq suyu qarışdırıb aparamızı hazırlayırıq. 2 stəkan südün üzərinə 1 çay qaşığı duz, hazırladığımız aparanı və unu əlavə edib yoğururuq. Xəmiri yoğurduqca 100 ml duru yağı da yavaş-yavaş əlavə edib xəmiri toparlayırıq. Xəmir 2 qat mayalanır. Xəmiri südlə yoğuranda yumuşaq, su ilə yoğuranda xırçılıqlı piraşkilər alınır. Kündələrimi 60 qramdan etdim ki, piraşkilərin hamısı standart alınsın. Qaynayıb suru qurumuş kartofa qızartdığım soğanları duz suyu əlavə edib belə qəşəng qarışdırdım. İçliyi isti formada əlavə eləmək olmaz. Kündələri də bu formada edirik. 1 çay qaşığı həmin içlikdən əlavə edib belə bükürük və bunlar da hardasa 10 dəqiqə dinlənməlidir. Piraşkiləri videoda gördüyünüz formada 6 ay buzluqda saxlayıb polofabrikat kimi istifadə edə bilərsiniz. İstədiyiniz zaman buzluğa açılanda isti yağın içərisində qızardıb nuş edə bilərsiniz. Qızğın yağda o üzlü bu üzlü qızartdım. Çox ləzzətli, alınır, pambıq kimi yumuşaq, günlərlə bayatlamır, piknikə və yaxud da gəzintiyə özünüzlə rahatlıqla apara bilərsiniz. Yanına tomat pastasını su ilə açdım, şüy, keşniş və yaşıl soğan da əlavə elədim, bir diş sarımsaqla da qarışdırdım və bir sos hazırladım. Çox ləzzətli alınır, mütləq hazırlayın. Nuş olsun, göz haqqınızı halal edin, özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.